Əziz dostlar, hər birinizi xoş gördük. Sizin üçün yeni kompozisiyamıza lazım olan bir aləti, yeni bir səsi belə deyim, təqdim etmək istəyirəm. Əslində türk alətidir, türk zərb alətidir. Belə deyim, əldə ifa olunan bir alətdir. Sadəcə biz də onun böyük biraz ölçüsünü istədik yığdıraq. Mənim dəyərli qardaşım Teymur ustanın vasitəsindən salamlayıram buradan da onu və aranjmançı Anar qardaşımın məsləhətindən bu alət ərsəyə gəldi. Çünki bizim yeni kompozisiyamızda və o mənə məsləhət gördü ki, qardaşım, belə bir türk aləti var, onun səslənməsi məhz bizə lazım olandır. Bizdə də var bu alətdən, sadəcə ölçüsü biraz balacadır və əldə ifa olunan muğam ifaçılarımız qabal olaraq istifadə edirlər, əllərində ritm ifası kimi. İnşallah xeyirli olsun və Azərbaycanımızın bütün ocaqlarına qismət olsun bu alət, gələk iştirak edək. Təşəkkürlərim var sizə.